lıq şəkilçiləri. 2 və 3-ə. L və lıq şəkilçiləri. Bu şəkilçilərlə yaranan sözləri çox vaxt qarışdırırlar. Amma necə ayıra bilərik? İlk olaraq l şəkilçisindən danışaq. Deməli, bu şəkilçi həm sifət, həm də isim yaradır. Yəni ki, amonim şəkilçidir. Bəs bunu necə fərqləndirə bilərik biz? L şəkilçisini əgər s şəkilçisindən əvəz etmək olursa, bu zaman o sifətdir. Məsələn, deyək ki, məktəbli sözü. Məktəbli sözünü məktəbsiz şəklində ifadə etmək olurmu? Xeyr, olmur. Deməli, bu zaman o olacaq isim. Amma duzlu sözünü duzsuz şəklində ifadə etmək olur. Deməli, bu zaman l sifət yaradıbdır və sifət yaratdığına görə də əvəz edir. Yəni, sızla əvəz olunduğuna görə deməli, bu sifətdir. L burada sifət yaradıb. Ona görə də bunu sifət olaraq qəbul edirik. Və bunu necə də tapa bilərik? Başqa bir yol da var. L, li, lu, lü şəkilçisindən yaranan sözün əvvəlinə ən, çox, lap kimi sözlərə əlavə etdikdə əgər mənniyə uyğun gəlirsə, deməli o sifətdir. Uyğun gəlmirsə, deməli o isimdir. Məsələn, ən məktəbli, lap məktəbli, çox məktəbli olmur. Amma çox duzlu, ən duzlu, lap duzlu bunlar işlənə bilir. Deməli o sifət, məktəbli isə isimdir. Keçək lıq şəkilçisinə. Lıq şəkilçisi nə zaman isim, nə zaman sifət olacaq?